Azərbaycanda möcüzəvi yer. Burada adam özünü çox fərqli hiss edir. Ölkəmizin ən böyük piridir. Quranda adı çəkilən, 300 il yatandan sonra ayılan dostların qorunduğu möcüzəvi yer. Yerin Qulaq YouTube kanalı Azərbaycanın ən sirli yerlərindən biri Əshab-ı Kəhf haqqında araşdırmanı təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Azərbaycanda inanclı insanların pənah apardığı məşhur ziyarətgahlar çoxdur. Onlardan biri də Naxçıvanda yerləşən Əshab-ı Kəhf mağarasıdır. Əshab-ı Kəhf təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Təsadüfi deyil ki, İslamın müqəddəs kitabı Qurani-Kərimdə də Əshab-ı Kəhfin adı çəkilir. Əshab-ı Kəhf mağarasının müqəddəsliyi xalq arasında yayılmış və bir sıra qaynaqlarda əksini tapmış rəvayətlərlə bağlıdır. Həmin rəvayətdə deyilir: Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmünə dözə bilməyən vəzir Təmirxan bir neçə dostu ilə zülmdən qurtarmaq üçün dağlara sığınmaq istəyi ilə şəhərdən qaçır. Yolda onlara zülmdən cana doyan və ümidini bir olan Allaha bağladığını deyən hökmdarın çobanı da qoşulur. Bu vaxt çobanın iti də qaçanların ardınca gəlir. Lakin onlar itin səs salacağından ehtiyatlanırlar. İti heç bir vasitə ilə qova bilməyən çoban məcbur olub onun əvvəlcə bir, sonra isə digər ayağını sındırır. Bu zaman insan kimi dil açan it də zülmdən qaçdığını bildirir və ölür. Çoban onu mağaranın girəcəyindən biraz aralı, hazırda Qitmir adlanan yerdə bastırır və çomağını taxır üstünə. Bundan sonra qaçıb yaxınlıqdakı mağaraya sığınırlar. Orada onları dərin yuxu aparır. Oyandıqdan sonra azlıqlarını hiss edərək vəziyyəti öyrənmək və çörək almaq məqsədi ilə vəziri şəhərə göndərirlər. Vəzir Təmirxan şəhərdə pul verib çörək almaq istəyərkən yaxalanır. Ondan soruşurlar ki, bu pullar haradandır? Vəzir şəhərdəkiləri inandırmağa çalışır ki, pullar onun özünündür. Onu başa salırlar ki, pullar 300 il bundan əvvəl hökmdarlıq etmiş Dağ Yunisə aiddir. Burada bir möcüzə olduğunu bilən vəzir başına gələnləri şəhərdəkilərə danışır. İnsanların maraq üçün mağaraya doğru axışdığını görən vəzir yoldaşlarını 300 ildən çox yatdıqları barədə xəbərdar etmək üçün hamıdan əvvəl içəri girir. Baş vermiş möcüzədən xəbərdar olan mağaradakılar dərhal Allaha əl açıb ondan qeyb olmalarını diləyirlər. Allah onların səsini eşidir və hamısı qayaya söykəndikləri kimi də yox olur. Mağaraya daxil olanlar mağarada onların izlərini tapırlar və o zamandan mağara ziyarətgaha çevrilir. Xalq arasında yayılan digər rəvayət sonralar mağaranın müqəddəsliyini daha da artırır. Həmin rəvayətə görə Həzrəti Əli Əshab-ı Kəhf mağarasını ziyarət edərkən orada namaz qılıb və onun atı Düldülün ayaq izi mağaradakı qayalıqda qalıb. Əshab-ı Kəhf mağarasının quruluşu, təbii coğrafi şəraiti buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə əsas verir. Mağarada qışın soyuğundan, yayın istisindən qorunmaq üçün hər cür şərait var. Mağaradakı təbii sığınaqlar ayrı-ayrı otaqları xatırladır. Buranın təbii girişi çox çətin keçilə bilən, sürüşkən qayadan ibarətdir ki, bu da mağaradakıları düşmənlərin və vəhşilərin hücumundan qoruyurmuş. Mağarada bir neçə kitabə də var. Azərbaycanda möcüzəvi mağara, SSR rəhbərlərinin gizlincə gəldiyi yer. Yerin Qulağı YouTube kanalı tarixdə duzun ilk dəfə kəşf olunduğu yerlə bağlı inanılmaz məlumatları təqdim edir. Azərbaycanın qədim diyarı Naxçıvanın rəmzlərindən biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən Duz dağıdır. Naxçıvan şəhərinin 12 kilometrliyində yerləşən Duz dağa uzaqdan baxdıqda lay-lay rəngli torpaq qatlarını görmək olur. Dəniz səviyyəsində 1173 metr hündürlükdə yerləşir. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınır. Naxçıvan əsasən özünün nadir duz mağarası ilə də məşhurdur. Asma xəstəliyinin müalicəsi üçün illərdən bəri primitiv üsullarla istifadə edilən mağara hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzinə çevrilib. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü Duz dağ fizioterapiya mərkəzinin dünyada bənzəri yoxdur. Buraya gələnlər təxminən bir həftə gecələri Duz mağarasında keçirdikdən sonra yenidən sağlamlıqlarına qovuşurlar. Ukrayna vətəndaşıyam. Çox yerlərdə həkimlər müalicə elədi, imkan olmadı. Sonra mənə məsləhət gördülər ki, Azərbaycanda duzdaxana var, Naxçıvanda. Gəldim bura 3 il padirət gəldim, Allaha çox şükür. İndi bugünkü günlərsi elə bir cavan adam kimi də, indi yaşlıyam mən, yaşımı ölməsəm mən. Allah'tan o qədər razıyam ki, hələ yaşayıram, 70 yaşım var. Burada çox yerdə olmuşam, Ukraynada vardı, Salaten, Zakarpatya'da, o getdim, bura güclüdür.
Ən güclü buradır. Sovetlər dövründə SSR-ni idarə edənlərin böyük əksəriyyəti bu mağarada şəfa tapıb. Hətta rus çarlarının belə buraya müalicə üçün gəldiyi deyilir. Zəhərləyici qaz yoxdur. Təbii ehtiyatları 90 milyon ton olan Duzdağda mənbələrə görə Nuh peyğəmbərin dövründən duz çıxarılmağa başlanılıb. Şöhrəti dünyaya səs salan İpək yolundan əvvəl Naxçıvan ərazisindən yaxın şərq ölkələrinə duz yolu uzanıb. Həmin ölkələr buradan duz daşınıb. Etnoqrafik məlumatlara əsasən Duz dağdan açıq üsulla duz çıxarılması 20-ci əsrin ortalarına qədər mövcud olub. Sənaye üsulu ilə Duz dağdan 1927-ci ildən başlayaraq duz çıxarılıb. Dünya Səhiyyə Təşkilatının məlumatına görə planetimizin əhalisinin təqribən 10% allergik xəstəliklərdən əziyyət çəkir ki, bunun da 1.5-2% bronxial astmanın payına düşür. Məlumata görə dünyada 15 milyon nəfərə yaxın insan bronxial astmalı xəstədir. Bir çox xəstələrin, həmçinin bronxial astmanın müalicəsində duz şaxtası şəraitində aparılan müalicə, yəni sipleoterapiya daha səmərəlidir. Duz şaxtası şəraitində bronxial astmalı xəstələrin müalicəsi ötən əsrin 40-cı illərində təsadüf nəticəsində aşkara çıxıb. Mikroiqlimin natrium və xlor ionları üstünlük təşkil edən duz şaxtaları Polşanın Krakow şəhərində 1968-ci ildən, Ukraynanın İjgorod şəhərinin Solotvina qəsəbəsində 1972-ci ildən fəaliyyət göstərir. Duzdağ Fizioterapiya Mərkəzi 1979-cu ildən fəaliyyət göstərir. Dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən mərkəz 250 çarpayılıqdır. Yer altındakı müalicə mərkəzi girişdən 300 metr məsafədə 110 metr dərinlikdə yerləşir. Yer altındakı Duz dağının qalınlığı isə 8.2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubəti isə 24-50% arasında dəyişir. Mərkəzdə Duzla ilə arasında düz oksigen havanın 20%-ni təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Duzun tərkibinə zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri, bronxial astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Burada istənilən adam müalicə ala bilər. Yalnız müalicə kursları fərqlidir. Uşaqlar 12-15, böyüklər isə 14-18 gün yer altında yaşamaqla müalicə almış olurlar. Burada ilin istənilən fəslində müalicə almaq olar. Qiymətlər isə böyüklər üçün gündəlik 20-22 manat, uşaqlar üçün isə 10-12 manat təşkil edir. Fizioterapiya xəstəxanası öz müalicə və əhəmiyyətinə görə digərlərində bir neçə cəhətdən üstündür. Ən yaxşı müalicə ocağı kimi tanınan Ukraynadakı xəstəxana 206 metr yerin dərinliyində yerləşdiyindən xəstələr buraya liftlə enməli olurlar. Bu isə təzyiqin birdən-birə dəyişməsinə və xəstələrin səhhətinin pisləşməsinə gətirib çıxarır. Bu şaxtada rütubətin normadan artıq olması və partlayıcı gücə malik metan kimi zəhərləyici qazların normadan çox olması öz təsirini göstərir. Naxçıvandakı şaxtalar isə dağın altında yerləşdiyindən bu kimi hallara rast gəlmək mümkün deyildir. Burada temperatur sabitdir. Nisbi rütubət aşağıdır. Havada zərərli qazlar yoxdur. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.